isə digər sualların həllinə baxaq. 71-ci sualdan başlayaq. Sinus 60 dərəcə çıxılsın kosinus 30 dərəcənin ifadəsinin qiymətini tapmamızı istəyir. Burada sinus 60 kök 3 bölü 2-dir. Kosinus 30 dərəcədə kök 3 bölü 2-dir. Cavab olacaq 0. Daha sonra 72-ci sualda 2 üstü kök 2 bölünsün, daha doğrusu 2 üstü kök 2 üstü kök 2 tapanda biz burada qüvvətləri vurmalıyıq. 2 üstü kök 2 vur kök 2, o da bərabərdir 2 üstü 2, o da bərabərdir 4-ə. Daha sonra 73-cü sual, mənfi 2x kiçikdir 8, kiçik bərabərdir 8-dən. Bilir ki, x-in qabağı mənfi olanda işarə dəyişəcək. Yəni, hər tərəfi mənfi 2-yə bölməyi işarəni də dəyişirik. Olacaq x böyük bərabərdir mənfi 4. Yəni, x daxildir, mənfi 4 parçada yazırıq. Mənfi 4-dən müsbət sonsuzluğa qədər. Burada bizdən ən kiçik həllini istəyir. Ən kiçik həlli olacaq mənfi 4. Daha sonra 74-ə baxaq. 74-də deyir ki, konusdan danışır. Əvvəlcə konusun şəklini çəkək. Deyir ki, konusun doğranı 10 kök 3-dür. Yəni, bu isə adlandırsaq ABC. Yəni, AB 10 kök 3-dür. Sonra deyir ki, oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Yəni, bu doğran əmələ gətirir 30 dərəcəni. Biz buradan, əvvəlcə bu hündürlüyü çəkməyək, radius çəkək. Yəni, bura 30 dərəcə olacaq. Bizdən radiusunu tapmamızı istəyir. Hündürlük çəksək, indi buranı O adlandırsaq, AO olacaq hündürlük, BO da radiusdur. Bilirik ki, 30 dərəcəli bucaq, bu düz bucaqlı 3 bucaqda ABO. Bilir ki, 30 dərəcəli bucaq qarşısında duran tərəf hipotenusun yarısına bərabərdir. Yəni, bu olacaq 5 kök 3. Bura 30-sa, burada 60-dır. 60 dərəcəli katet qarşısında, 60 dərəcəli bucaq qarşısında dayanan katet, kiçik katetin kök 3 mislinə bərabərdir. Yəni, BO bərabərdir 5 kök 3 vur kök 3. O da bərabərdir 15-ə. Daha sonra 75-ə baxaq. 75-də isə üstü bərabərsizlikdir. 2 üstü x üstəgəl 3, çıxılsın 6 vur 2 üstü x, kiçikdir 3 üstü x plus 1, çıxılsın 3 üstü x. Burada 2 üstü x vur 2 üstü x üstəgəl 3 parçaları, 2 üstü x vurulsun 2 üstü 3, çıxılsın 6 vur 2 üstü x, kiçikdir, bunu da parçalarıq, 3 üstü x vurulsun 3, çıxılsın 3 üstü x. Daha sonra 2 üstü x-i çıxardırıq mötərizə xaricində. Həmçinin bilir ki, 2 üstü isə 8-dir. 8 çıx 6 kiçikdir. 3 üstü x-i buradan mötərizə xaricində çıxardırıq, qalır 3 çıx 1. Bilir ki, 8 çıx 6 da 2-dir, 3 çıx 1 də 2-dir. Yəni, bunlar qısa gəlir. Qalır 2 üstü x kiçikdir, 3 üstü x. Hər tərəfi 3 üstü x-a bölsək, 2 üstü x bölünsün 3 üstü x, kiçikdir 1 alarıq. Daha sonra qüvvət xassəsinə görə 2 bölünsün 3 üstü x, yəni eyni şeydir bu ifadələr. Kiçikdir 1-i də yazırıq 2 üstü 3 üstü 0. Çünki istənilən ədədin üstü 0 olanda həmin ədəd 1-ə bərabər olur. Daha sonra buradan gör ki, əsaslar eynidir, onda qüvvətlərdən bu bərabərsizlik qüvvətlərə görə də ödənir. Yəni x da kiçikdir 0-dan. Bizə deyir ki, bərabərsizliyin ən kiçik tam həllini tapın. Burada da x daxildir, mənfi sonsuzluqdan 0-a qədər. Ən kiçik tam həlli olacaq mənfi 1. Daha sonra 76-cı suala baxaq. Bizə deyir ki, AB 2 rəqəmli ədədləri üçün kök altında AB natural ədəd olarsa, yəni kök altından çıxan bir ədəd olsun. Belə AB ədədləri arasında təsadüfi seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalını tapın. Biz elə ədəd seçməliyik, elə 2 rəqəmli ədəd seçməliyik ki, o kök altından çıxsın. Məsəl üçün 16 deyə bilərik AB-yə. Çünki kök altında 16-dan 4 çıxacaq. Sonra 25 deyə bilərik, 25-dən 5 çıxacaq. 36 deyə bilərik, 49 deyə bilərik. Daha sonra 64 deyə bilərik, 81 deyə bilərik. Cəmi 6 dənə 2 rəqəmli ədəd deyə bilərik. Bunlardan da təkləri yalnız 25 və 49-dur, həm bir də 81-dir. Deməli, ehtimal bilirik ki, əlverişli halların mümkün halların sayının nisbətinə bərabərdir. Yazaq P ehtimal bərabərdir. Mümkün halların sayı 6 dənədir. Əlverişli hallar, yəni tək ədədlərimizin sayı da 3 dənədir. Ehtimal olacaq 600 və yaxud da 2-də 1. Hətta 0.5 kimi də yaza bilərik. Daha sonra 77-ci suala baxaq, loqaritmaya aiddir. Loqaritma
81 əsasından 8 bölünsün loqaritma 9 əsasından 32. Burada yaza bilərik ki, loqaritma 81-i yazarıq 9-un kvadratı, 8-i yazarıq 2 üstü 3. Daha sonra bölünsün loqaritma 9 olduğu kimi qalsın, 32-də 2 üstü 5 kimi yaza bilərik. Daha sonra loqaritma bilir ki, qüvvətlər qarşıya keçəcək. Loqaritma 9 əsasına 2. Bu 3 olduğu kimi gələcək. 2 isə tərsi qarşıya keçəcək. Yəni 2-də 1 kimi gələcək. Bölünsün loqaritma 9 əsasına 2. Bu da 5-də qarşıya gələcək. Deməli, loqaritmalar gedəcək. Qalacaq nə? 2-də 3 bölünsün 1. O da eləyəcək 10-da, daha doğrusu 2-də 3 vurulsun 5-də 1. O da bərabərdir 10-da 3-ə. Yəni 0,10-da 3. Daha sonra isə 78-ci suala baxaq. 78-də nə verib? X-ı mənfi 0,4 verib. 10x kvadrat çıx 5 modulda x üstə gəl 3 ifadəsinin qiymətini tapın deyir. X-in yerinə gətirib qoyuruq. 10 vurulsun mənfi 0,4-ün kvadratı çıxılsın 5 vurulsun modulda mənfi 0,4 üstə gəl 3. Bu da bərabərdir. Mənfi ədədin kvadratı ilə müsbət verəcək. Yəni vurulsun 0,16 çıxılsın. Biz bilirik ki, modulun içərisi mənfi də olsa, müsbət də olsa, müsbət çıxır. Yəni mənfi ədəd olsa əksi ilə çıxır. Bu da o deməkdir ki, 5 vurulsun biz yazacağıq 0,4. Yəni əvvəlki sözümdə demək istəyirdim ki, mənfi ədəd də olsa, müsbət ədəd də olsa, modulun içində müsbətlə çıxacaq. Yəni burada mənfi olduğu üçün biz müsbətlə çıxardıq. Üstünə 3 gəlirik, bərabərdir. Onu 0,16-ya vuranda 1,6 çıxılsın 2, üstəgə 3 alırıq. Bu da eləyəcək 2,6. Daha sonra 79-a baxaq. Artıq ətraflı cavab tələb edən suallara keçdik. 79-da nə verib? Aralarındakı məsafə 34 km olan A və B məntəqələri verilib bizə. Qeyd eləyək A, B. Aralarındakı məsafə 34 km-dir. Deyir ki, məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başlayır. Tutaq ki, buradan velosipedçi gəlir, buradan da piyada. Bizə deyir ki, A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Velosipedçinin sürətini VP yazıram, daha doğrusu VV yazaq. Piyadanın sürətini isə VP. Bizə deyir ki, velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Yəni velosipedçinin sürəti bərabərdir. Piyadanın sürəti üstəgəl 8. Sonra deyir ki, velosipedçi A-dan 24 km məsafədə olan C məntəqəsi. Buradan 34-ü silək buradan. Bu xətti birləşdirək. Bax ki, C nöqtəsi buradadır. Buradan bura məsafə 24-dür. Ümumi məsafə isə 34-dür. Deyir ki, velosipedçi A-dan 24 km məsafədə olan C məntəqəsini piyadadan 0,5 saat tez çatır. Burada qeyd edəcəyik velosipedçinin zamanı, yəni getdiyi yolun zamanı piyadanın getdiyi yolun zamanından tezdir. Yəni azdır deməkdir. 0,5 saat azdır. Biz bilirik ki, fizikadan S bərabərdir VT. Eyni yol gəliblər də, yəni ikisi də. Bizə deyir ki, piyadanın sürətini tapın. Bunu da qeyd eləyək. Piyada və P-ni bizdən istəyir. Deməli, C məntəqəsinə çatmaq. Piyada buradan gəlir, velosipedçi də tutaq ki, buradan gəlir. B-dən C-yə qədər olan məsafə isə 10 km-dir. Deməli, biz bildiklərimizi qeyd edib bir təmin quracağıq. Buradan da dedik ki, bu düsturda da S bərabərdir VT, bundan da istifadə edəcəyik. Deməli, velosipedçi 24 km yol gəlib. Yəni 24 bərabərdir V vurulsun TV. Piyada isə 10 km yol gəlib. VP vurulsun VT. Biz bu təlimlərdən istifadə edəcəyik. Deməli, buradan yazaq.
VV bu olduğu kimi qalsın. Daha doğrusu bunu açaq, bu olduğu kimi qalsın. V'miz nədir? VP üstəgəl 8 yazaq. VP üstəgəl 8 vurulsun. TV'miz isə TP çıxılsın 0.5'dir. Bunun bizə cavabını verib 24. Aha. Vurub açacağıq. VP vurulsun TP çıxılsın 0.5 VP üstə gəlinsin. VP'ni vurduq. Üzərinə gəlsin STP çıxılsın 8'də 0.5'ə vuranda 4 bərabərdir 24. VP-TP'miz məlumdur. 10. 10 çıxılsın 0.5 VP üzərinə gəlsin 8 TP bərabərdir. Bunu keçirsək 28'ə. 8 TP çıxılsın 0.5 VP'miz bərabərdir. Onu da keçirsək sağ tərəfə olacaq 18'ə. Deməli bizə nə məlumdur? 8 TP çıxılsın 0.5 VP bərabərdir 18. Bizə buradan VP-ni əvəzləyək. Burada səhv yazmışıq. TP. VP-ni TP ilə əvəz eləsək 10 bölünsün TP alaraq, düzdürmü? Gətirib burada yerinə qoysaq 8 TP çıxılsın 0.5 vurulsun 10 böl TP bərabərdir 18'ə. Sonra hər tərəfi TP-yə vursaq 8 TP kvadratı çıxılsın 0.5 ona vuranda 5 TP-yə də vursaq TP-yə gələcək 5 qalacaq 18 TP. Burada 8 TP kvadratı çıx 18 TP çıx 5 alacağıq bərabərdir 0. Diskriminant hesablasaq 18'in kvadratı 324 çıxılsın 2 vur 4 vur 8 vur 5. Hətta burada mənfi 5 deyə qarşıya müsbət atırıq. 324 üstə gəl. 4 dəfə 5'in 20, 20'ni də 8'ə vurduqda 160. Bu da eləyəcək 4, 8, 484. Məncə düz hesabladıq. 40, 4 dəfə 5'in 20, 20'ni də 8'ə bəli 160. Düz hesablamış. 484. 484 də nəyin kvadratıdır? 2'yə bölsək 242, 2'yə bölsək 121, 22'nin kvadratıdır. Aha. Buradan TP'ni tapsaq 18 çıx 22 bölünsün 16. Bu mənfi olacaq 18'dən 22. Ona görə müsbətlə çıxardacaq diskriminantı. O da olacaq neçə? 22 ilə 18 toplasaq 40, 40'ı da 16'ya bölsək eləyəcək. Hər tərəf 4'ə ixtisar etsək 4, 10. Hələ 2'yə də ixtisar etsək 5 böl 2 eləyəcək 2.5. Biz tapdıq piyadanın zamanını 2.5. Bizdən amma nə istəyirdi? Deməli VP-ni istəyir. Piyadanın sürətini istəyir. Deməli tapdıq. Gətir burada yerinə qoyacağıq. Elə 10 böl 2.5. O da bərabərdir bu düsturda. 100 böl 25. O da eləyəcək 4. Sürəti oldu piyadanın 4. Biraz uzun məsələ idi, amma rahat məsələdir. Sadəcə vaxt aparan bir məsələdir. Daha sonra digər misala keçək. 80-ci suala baxaq. 80-ci sualda deyir ki, 24 nəfərdən ibarət işçi qrupunda qadınların yaşlarının ədəd ortası 21, kişilərin yaşlarının ədəd ortası 29-dur. Qrupdakı bütün işçilərin yaşlarının ədəd ortası 26 olarsa, qrupda neçə nəfər kişi var? Neyniyək, əvvəlcə? Qadınlara sayına A desək. Qadınların sayına, qadınların yaşlarının cəminə A desək. Kişilərin yaşlarının cəminə də B desək. Kişilər. Desək. 24 nəfərdən ibarət olan qrupda qadınların yaşlarının ədəd ortası. Qadınların sayına x deyirəm, onda kişilərin sayı olacaq 24 çıx x. Çünki cəmi 24 dənə işçi var. Onda qadınların yaşlarının ədəd ortası olacaq A böl x bərabərdir 21. Kişilərin yaşlarının ədəd ortası olacaq B böl 24 çıx x bərabərdir 29. Qrupdakı bütün işçilərin yaşlarının cəmi A plus B bölünsün. Cəmi 24 nəfər adam var.
bərabərdir 26. Bizdə neçə nəfər kişi var? Biz 24 çıx x-i tapmalıyıq buradan. Deməli, nə edirik? A-mız buradan 21x-dir. B-miz nədir? B bərabərdir. 29-u 24-ə vursaq, 36 3 yadda, 2 dəfə 4-ün 8, 8-dən 3, 11, 2 dəfə 9-un 18, 1 yadda, deməli olacaq 696. 690 çıx 29x. Daha sonra buradan da gətirib A ilə B-ni yerinə qoysaq bu tənlikdə. Buradan yazacağım. Olacaq. Bu tənlikdə yerinə qoysaq 21x A-mız üstə gəl B-miz 696 çıx 29x bölünsün 24 bərabərdir 26. 24 ilə 26-nı çarpaz vururum. Əvvəlcə sürətli hesablayaq. Mənfi 8x üstə gəl 696, sonra 26-nı da 24-ə vuraq. Deməli olacaq 24 kiriyyatda 8, üstə gəl 2, 10, 2 dəfə 6-nın 12, 1 yadda, 4, 5, o da yiyəcək 624. Bərabərdə 624-də. Mənfi 8x bərabərdir 2, 72, mənfi 72, x də bərabərdir 9-a. Demək, qadınların sayı 9 nəfərdir. Onda kişilərin də sayı 24 çıx 9, eləyəcək neçə? 15 nəfər. Daha sonra 81-ə baxaq. Şəkli bura çəkəcəm, rahat izah etmək üçün. Deməli, bizə koordinat sistemi verib. A, C, B. Yarım çevrəni çəkmirəm, elə burada baxaq. Deməli, bura x oxu, burada y oxu. Bizə nə verib? Deyir ki, ax kvadrat plus bx plus c funksiyasının qrafiki verilib. AC, BC perpendikulyardır. Qoyaq işarəni. CO burada. CO 5-dir. Daha sonra BO isə bərabərdir 25 AO-ya. Biz bilirik ki, x sıfır olduqda ax kvadrat plus bx plus c funksiyasında x sıfır olanda y c-yə bərabər olur. Yəni, bu CO məsafəsini 5 verib. Yəni, burada C nöqtəsi 0,5 nöqtəsidir. Bu, belə deyim, şərtə görə. Daha sonra, yəni biz C-mizi tapdıq ki, 5-dir. C-miz 5. Daha sonra biz düzbucaqlı üçbucaqda bilirik ki, h kvadrat bərabərdir m vur n. Yəni, burada 5-in kvadratı bərabərdir. AO vurulsun BO. BO'nun da yerinə bunu yazaq. 25 vur AO. 5-in kvadratı ilə 25 edir. 25 ilə 25 getdi. 1 bərabərdir AO kvadratına. AO da bərabərdir plus minus 1. Burada görürük ki, A nöqtəsi mənfi istiqamətdədir. Yəni, bura olacaq mənfi 1, 0 nöqtəsi. B müsbət istiqamətdə olduğu üçün burada olacaq. Bu dəfə də bir kökü, müsbət bir kökünü götürüb BO bərabərdir 25 AO-ya. Yəni, 25 vur 1, o da eləyəcək 25, 0 nöqtəsi. Bizə nə istəyir? Parabol olan təpə nöqtəsinin apsisini tapın. Bura qədər həll elədik. İndi, yəni bizdən m istəyir. M də bərabərdir mənfi b bölü 2. Deməli, nə edirik? Burada ax kvadrat plus bx plus c tənliyində hər tərəfi a-ya bölsək, x kvadrat üstə gəl b bölü a, üstə gəl c bölü a olaraq. Bunu nə ilə ifadə eləmək istəyirəm? M bərabərdir b bölü a nədir? Daha doğrusu mənfi b bölü a, x1 ilə x2-nin cəmini göstərir, düzdür? Elə gətir, yəni burada bizdən nə istəyir? x1 üstə x2 böl 2-ni istəyir. Aydındır. Bu mənfi ilə də bu mənfi qarşılaşacaq. Elə olacaq. x1 ilə x2 böl 2. Yəni, orta nöqtənin koordinatlarını istəyir bizdən. Ona görə nə edəcək? 25 ilə x1 ilə x2 var da əlimizdə. 25 ilə mənfi 1-dir. 25 ilə mənfi 1 toplayıb 2-yə böləcək. O da eləyəcək 12. Daha sonra 82-yə baxaq. 82-də bizə nə verir? Bilirik ki, alfa, əvvəlcə bunu deyək ki, paralel, uyğun tərəfləri paralel olan bucaqlar ya bərabər olur, ya da 180, cəmləri 180 dərəcə olur. Bizə deyir ki, alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlıdır. Yəni, bunların cəmi 180 dərəcədir.
Qamma və fi isə uyğun tərəfləri paralel olan eyni adlı bucaqlardır. Yəni bunlar bərabərdir. Qamma ilə fi bərabərdir. Sonra deyir ki, qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsünün 20% azdır. Yəni alfanın 20% tapsaq 0,2 alfa eləyəcək. 20% az demək, yəni alfadan 0,2 alfanı çıxır, o da eləyir 0,8 alfa. Yəni qamma bərabərdir 0,8 alfa. Sonra da fi isə betanın dərəcə ölçüsünün 20% çoxdur. Betanın 20% olacaq, yenə 0,2 beta. Çox dediyi üçün üstünə gələcək, o da eləyəcək 1,2 beta. Yəni fiimiz də bərabərdir, fiimiz 1,2 beta. Daha sonra bizdən alfa və betanın hər birinin dərəcə ölçüsünü istəyir. Bilir ki, qamma ilə fi bərabərdir. Elə bərabərləşdirsə, bunları 0,8 alfa bərabərdir 1,2 beta. Hər tərəfə 10-a ixtisar eləsək, 8 alfa. Daha doğrusu hər tərəfə 10-a vursa 8 alfa, 12 beta alarıq. Hər tərəf 4-ə ixtisar eləsək, 2 alfa bərabərdir 3 betaya. Burada alfaya 3K, betaya da 2K desək, bilirik ki, alfa ilə betanın cəmliyi 180 gətirib yerinə qoysaq. 3K üstə gəl, 2K bərabərdir 180. 5K bərabərdir 180, K da bərabərdir neçə? 18-i 5-ə bölünür 3-ə, 15, 36. K'mız 36. Onda alfa olacaq 3 vur 36, 108. Betamız da olacaq 72. Daha sonra isə 84'ə baxaq. 84'də nədir? A və B nöqtələrini birləşdirən parçanın orta nöqtəsinin apsisi. Bayaq parabolada da biz orta nöqtənin apsisini tapmışdıq. İndi burada da deyir ki, apsisin mənfi hissəsi üzərində olarsa, K-nı tapın. Neyinirik? A-nı bizə nə verir? K kvadratı çıx 4K. K kvadratı. B-ni də 12 çıx 4K. 32 çıx 12K verir. Orta nöqtəni necə tapırdıq? Uyğun koordinatları toplayıb yarıya bölürük. Bayaq parabolda hesabladığımız kimi. Deməli, K kvadratı çıx 4K. Üstə gəl. Bu isə x-ləri göstərir. Bu hissədə də y-ləri bildiyimiz kimi göstərir. K kvadrat çıx 4K. Üstə gəl 12K çıx 4K bölünsün 2. K kvadrat çıx, daha doğrusu üstə gəl 32 çıx 12K bölü 2. Bunu sadələşdirsək, K kvadrat çıx 8K üstə gəl 12 bölü 2 olarıq. Bunu da K kvadrat çıx 12K üstə gəl 32 bölü 2 olarıq. Bizə şərt verib ki, orta nöqtəsi apsis oxunun mənfi hissəsi üzərində olarsa. Yəni, elə bilin ki, koordinat sistemidir. Tutaq ki, ixtiyarı yaza bilərsiniz. A nöqtəsi buradadır, tutaq ki, B nöqtəsi buradadır. Kəsib orta nöqtəsi tutaq ki, buradadır. Yəni, x mənfi almalıdır burada mütləq. Ona görə nə edirik? K kvadratı orta nöqtə, yəni 8K üstə gəl 12 bölü 2 sıfırdan kiçik olmalıdır. Buradan da K kvadratı çıx 8K üstə gəl hər tərəfi 2-yə vursaq, bu da sıfırdan kiçik olacaq. Vuruqlarını ayırsaq, K çıx 6, K çıx 2 alınacaq. Kiçikdir sıfırdan. İntervallar üzərində əldə etsək, 2, 6 nöqtəsini qeyd eləsək, 6-dan sağ tərəf müsbətdir, 2, 6 arası mənfi olacaq, 2-dən solda da müsbət olacaq. Bizə mənfi araq lazımdır, ona görə 2, 6-nı götürəcəyik. Həmçinin K kvadrat 12 üstə gəl 32-ni də gəlin sıfırdan kiçik götürək. K çıx deməli 8, K çıx 4 kiçikdir sıfırdan. Burada da daha doğrusu cavab olacaq 4-8 aralığı. Sonra bu cavabları biz kəsişdirəcəyik. Buradan yazaq. Deməli, burada almışdıq 2, 6. 2, 6. Buradan cavab almışdıq 4, 8. Deməli, 2-dən 6-ya qədər, 4-dən də 8-ə qədər. 4-dən 6 aralığı kəsişdir, düzdürmü? Burada da K'mız olacaq 5. Daha sonra 85'e baxaq.
85'də isə nə verilib? Sonuncu sualımız. Euler-Venn diaqramında A plus B çoxlarının elementlərinin sayı verilib. Qeyd edək burada A, B. Deməli, 2x plus 5, bu eləyəcək 3x plus 4, bu da eləyir 19 və çox 2x verir. Bizə deyir ki, n a kəşsin B, yəni 3x plus 4 böyükdür, B çox a, B çox a bu hissədir, 19 çox x-dan, 2x-dan daha doğrusu. Bu bərabərliyə və cəhət eləsək, 3x üstəgəl 2x böyükdür 19 çox 4, yəni 5x böyükdür 15-dən, x da böyükdür 3-dən. Həmçinin bu elementlərin sayı təbii ki, sıfırdan böyük olmalıdır, yəni sıfır ola bilməz. Həmçinin mənfi də ola bilməz. Ona görə nə edirik? 3x plus 4-ü də sıfırdan böyük götürək. Belə bu tərəfdə yazın. Daha doğrusu 2x plus 5 də sıfırdan böyük olmalıdır. 3x plus 4 də sıfırdan böyük olmalıdır. 19 çıx 2x də sıfırdan böyük olmalıdır. Bu bərabərsinin hər birinin həll eləyək. Burada 2x böyükdür mənfi 5-dən, 3x böyükdür mənfi 4-dən, mənfi 2x böyükdür mənfi 19-dan. Burada hər tərəfi 2-yə bölsək, x böyükdür mənfi 2/5-dən. Burada hər tərəfi 3-ə bölsək, x böyükdür mənfi 1/3-dən. Burada da hər tərəfi 2-yə bölsək və x-in qabağı mənfi olduğu üçün işarə dəyişəcək. X kiçikdir. 19-u 2-yə böləndə 2 olur, 9/5. Deməli, ədəd oxunda göstərsək, bilir ki, bu kəsişdirməlikdə cavabları. Mənfi 2/5, mənfi 1/1, 9/5. Deməli, mənfi 2/5-dən böyük, mənfi 1/1-dən də böyük, 9/5-dən kiçik. Bu aralıq kəsişir. Yəni, mənfi 3/1-dən 9/5-ə qədər. Deməli, həmçinin bu 3-dən də böyük olmalıdır. İndi aldığımız bu cavabı bu cavabla kəsişdirməliyik. Deməli, bir də qeyd edək. Mənfi 1/1, 9/5 bütün şərtləri ödəməlidir. Çünki x, tapdığımız x. Həmçinin 3. Deməli, mənfi 1/1 ilə 9/5 arası bir də 3-dən böyük. Yəni, bu aralıq kəsişdir. Yəni, son cavab belə deyim. 3 ilə 9/5 aralıqdır. Niyə bütün şərtləri kəsişdik? Çünki aldığımız elə bir x var ki, bu şərti ödəməz, onda cavabımız səhv olar. Son cavabımız budur, bu aralıqdır. İndi bizdən nə istəyir? A çox B-nin, yəni bunun ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Biz x-a qoyacağımız qiymət bu aralıqdan olacaq. X-a ən kiçik nə qoya bilərik? 4. Ona görə x-a 4 qoysaq, 2 vur 4 üstə gəl 5 olacaq 13. Ən böyük də 9 qoya bilərik. 2 vur 9 üstə gəl 5. Kəsir qoya bilmirik. Çünki burada saydır, natural ədədlər. Yəni x, daha doğrusu burada ifadələr natural ədədlərdir. Ona görə biz kəsir qoya bilmərik. Deməli, x-a ən çox, həm də heç 9/5-də daxil deyil. 9 qoysaq, 2 vur 9. Deməli, neçə edəcək? 18, 18-dən də 5 olacaq 23. Ən kiçik qiymət ala bilər 13, ən böyük qiymət ala bilər 23. Sağ olun, əziz şagirdlər və abituriyentlər. Əziz abituriyentlər, sizə də uğurlar. İnşallah istədiyiniz balı yığa bilərsiniz, istədiyiniz universitetlərə qəbul ola bilərsiniz. Sağ olun, gələn dərslərimizdə, videolarımızda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.